Bismillahirrahmanirrahim. İmam Cəfəri Sadiq əleyhissalam buyurur, kim qəbir əzabını inkar etsə, bizdən deyil. Yəni imamın bu sözündən bu nəticə çıxır ki, insan qəbirdə sorğu-sual olunacaqdır və qəbirdə insan üçün əgər günahları varsa, müəyyən çətinliklər vardır. İmam Sadiq ağa buyurur ki, 3 dəstə qadın qəbir əzabını görməyəcəkdir. Qəbir əzabı hər bir müsəlmanı gözləyir, yəni o şəxslər ki, təqsirkardırlar. İmam buyurur ki, 3 dəstə qadın qəbir əzabını görməyəcəkdir. Onların birincisi, ərinin çətinliklərində dözən və səbirli olan qadın. Əgər əri çətin bir zamana düşübsə, çətin bir vaxta düşübsə, bir çətinliyi, müşkülü olubsa, xanım da Allah rizasına, ərinin çətinliyinə səbr eləyibsə, bu qadınlar qəbir əzabı görməyəcək. İkincisi, ərinin pis əxlaqına dözən qadın. Ərinin xasiyyəti, əxlaqı yaxşı deyil, amma Allah rizasına əgər dözürsə xanım bu ərinin xüsusiyyətinə, İmam buyurur ki, bu qadın, bu xanım qəbir əzabını görməyəcəkdir. Üçüncüsü, mehriyyəsini ərinə bağışlayan qadın. O qadın ki, deyəcəkdir ki, mən ki, səndən mehriyyə istəmişdim, onu Allah rizasına sənə bağışlayıram. İmam buyurur ki, bu xanımlar da qəbir əzabını görməyəcəkdir. Allah bizləri qəbir əzabından qorusun.